Hər vaxtınız xeyir dəyərli izləyicilərimiz. Siz Analıq məktəbini izləyirsiniz və bu gün biz valideynlərin öskürək zamanı etdiyi ən böyük səhvdən danışacağıq. Bəlğəm gətirici şərbətlər haqqında. Heç birinizə sir deyil ki, bir çoxunuz həkim təyinatı olmadan uşaq öskürməyə başladığı zaman dərhal əczaçıya müraciət edib, apteklərə gedib bəlğəm gətirici şərbət alırsınız. Və bir çoxunuz da eyni zamanda bir neçə gün istifadədən sonra həkimə öskürək keçmir şikayəti ilə yanaşı, hətta öskürək daha da şiddətlənib şikayəti ilə müraciət edirsiniz. Bugün bu məsələdə istəyirəm ki, pediatr, yoluxucu xəstəliklər üzrə mütəxəssis Dr. Həmid Hacağayev ilə birlikdə mübahisə edək. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Mən də hər kəs salamlayıram. Burada sadəcə valideyndə günahı görmək düz olmazdı. Yəni burada bir neçə səhvlər var ki, o səhvlərin nəticəsində valideyn o şərbətə yönəldilir. Yəni ən azından o dediyiniz kimi əczaçı valideynə deyə bilər ki, sizin öskürəyinizin səbəbi bilinmir, uşağınızın yaşına uyğun deyil. Yəni bu şeylərdən ən azından əczaçı xəbərdar olub valideyn də xəbərdar eləyə bilər. İlk növbədə onu qeyd eləmək istəyirəm ki, ümumiyyətcə ümumdünya bütün protokollarda öskürəklə bağlı belə bir qayda var ki, 2 yaşına qədər uşaqlara ümumilikdə bəlğəm gətirici, ot tərkibli, təbii və sair və ilaxır belə şərbətlərin verilməsi qəti qadağandır. Bunun da səbəbi mexanizmlə izah olunur. Zaten bu körpə uşaq əmələ gələn bəlğəmi çıxara bilmir. Müəyyən hissələrdə, bronxlarda, bronxiollarda, bəzi hallarda ciyərlərdə daralmalar var. Və bu daralmalar nəticəsində uşaq seliyi normal şəraitdə keçirdiyi kimi bir hissədən o bir hissəyə keçirə bilmir və öskürür. Öskürəyin də səbəbi odur ki, hal-hazırda biz bu seliyi ora keçirə bilmirik və həmin o selikdə, belə deyək də, həmin o bədəndə olan infeksiya da qıcıqlandırır bizi. Bəlğəm gətirici sirop isə nə edir? Bəlğəm gətirici sirop bəlğəmi biraz da çoxaldır və bu bəlğəmi çıxara bilməyən uşaq biraz da daha da çox əziyyət çəkir. Çünki öskürəyin mexanizmi artır. Öskürək biraz da başlayır şiddətlənməyə və belə deyək də 3 gün bundan qabaq biraz daha yaxşı öskürən uşaq, dırnaq içində deyirəm, bu gün öskürəkdən boğulur artıq. Təbii ki, sonuc olaraq da katastrofaya gedirik. Amma normal istiqamətləndirilən, normal informasiya ötürülən valideyn bunu bilməlidir ki, heç vaxt öz başına heç bir şeyi öz uşağımız üzərində tətbiq eləyə bilməzsiniz. Yəni deyirəm, yaşından asılı olaraq hansı növ öskürəkdir? İnfeksion prosesimi burada günahkar, yoxsa allergik prosesimi? Yəni bunların hamısını ayırt edəcək insan həkimdir. Ona görə öz başına heç bir şey qəbul etmək lazım deyil və sonra da şikayətlənmək lazım deyil ki, biz bunu qəbul elədik, sonra bir siropdan o birisinə keçirlər, bir 10-15 dənə sirop istifadə elədik, sonuçda da gəlirlər ki, uşaq boğulur, pis vəziyyətdədir. Axı doktor, bir məqam var ki, bizim elə öz həmkarlarımız deyərdim ki, önünə ardına baxmadan bəlğəm gətirici şərbətləri nəinki 1 yaşından, biz misal üçün 3 yaşından tez verməmək gərəklidir deyirik, nəinki 1 yaşdan böyük, 3 aylıq, 5 aylıq, 6 aylıq uşaqlara təyin eləyirlər və mən bunun şahidi olmuşam. Yəni təyin olunub, təsir göstərməyib və valideyn gəlib ki, uşaq boğulur, yəni həkim təyin elədi, heç bir təsir görmədik. Eyni zamanda bəzi şərbətlərin, xüsusilə də bitki tərkibli şərbətlər nədənsə daha zərərsiz görünürlər, çünki tərkibində bitki var. Razıyam, daha böyük insan üçün bəlkə də. Amma eyni şərbətlərin tərkibində anotasiyasında, yəni içlik vərəqəsində 1 yaşdan böyük uşaqlara verilə bilər yazılır. Bunun qarşısını almaq da misal üçün biz həkim tərəfindən mümkün deyil. Yəni biz bunu iri miqyaslı eləyə bilmirik. Və biz izah eləyirik, amma valideyn deyir ki, ya həkim təyin eləyib, ya əczaçı məsləhət görür. Niyə onda içlik vərəqəsində yazılır ki, 0-6 ay arasında da istifadə eləmək olar? Təbii ki, biz burada farmasevtik firmalarla durub mübarizə apara bilmərik, bizim gücümüz də yetməz. Amma ən azından gücümüz yetdiyi şey eləyək. Necə deyərlər? Maarifləndirək ki, bu valideynlər də bu səhvi eləməsinlər. Əgər hansısa bir kollega eləyirsə, mən bir söz deyə bilmərəm. Mən Səhiyyə Nazirliyi deyiləm. Mən onun işin keyfiyyətini yoxlayası deyiləm. Amma valideyn bilməlidir, bizim yanımıza gəldi, başqa bir həkimin yanına getdi ki,
Bu prosesi araşdırmaq lazımdır. Səbəbini tapmaq lazımdır. Yəni hər yoldan keçənə, hər bir ikinci öskürən uşağa bəlğəm gətirici sirop vermək qətiyyən olmaz. Mən demirəm ki, hər öskürən uşağa da filan cür müdaxilə eləmək lazımdır. Ya bəzi valideynlərimizin biraz belə deyək də kəskin tutumları var. Ya bir şeydən tam imtina eləyirlər, ya da ki, yalnız o filan şey istifadə edirlər. Yəni növbəti verilişlərimizin birində biz inqalyasiya barəsində danışacağıq. Bəzi valideynlər var ki, uşaq boğulur, əldən gedir, inqalyasiya istifadə eləmir. Bəziləri də var ki, bir damcı boğazı ağrıyan kimi dərhal inqalyasiya istifadə edir. Yəni belə deyək də, hər bir şeyin əksikliyi, artıqlığını yalnız həkim ayarlaya bilər və hər bir şeyin də önəmli olan bir şeydir ki, qaydası var. Heç bir şey qaydasız deyil. Baxmayın ki, içlik vərəqəsində bəzi dərmanlara yazılır ki, 0 yaşından istifadə eləmək olar, yaxud əksinə 0 yaşından istifadə etmək olmaz. Biz onları da istifadə edirik. Bizim önəmli belə deyək də dayaq nöqtəmiz odur ki, protokollarda nə yazır, klinik vəziyyət nə yerdədir və biz buna görə hərəkət etməliyik. Təəssüf ki, bir çox valideynin başa düşmədiyi ki, mən başa düşürəm valideyn həkim deyil və bunu anlamağa da məcbur deyil. Bizim məqsədimiz də öyrətməkdir. Başa düşmürlər ki, bəlğəm gətirici şərbətlər prinsip olaraq dediyiniz kimi bəlğəmi durulaşdırmağa və çıxarmağa yönlənmiş dərmanlardırlar. O da öskürəyi artıracaq zaten. budur. Və əgər uşaqda misal üçün boğazda qıcıqlanma varsa, ki bu boğazda qıcıqlanma adi boğaz qızartısından tutmuş, bu adi boğaz ağrısından əmələ gələn qızartı ola bilər. Daha doğrusu qızartı boğaz ağrısına səbəb olur və eyni zamanda da qıcıqlanmaya səbəb ola bilər və öskürək əmələ gələ bilər, quru öskürək. Yanaşı olaraq uşağın əgər kataral əlamətləri varsa, yəni burnu tutulursa və yaxud burunda ifrazat varsa, o ifrazat önə gəlmirsə, misal üçün və burnu təmizlənmirsə, uşağın yuyulmursa, o zaman arxa divardan axaraq gəlib tam o qızartı nahiyəsinə çatıb, orada qıcıqlanma yaradır və öskürək verir. Öskürəyin 90% ədəbiyyatda səbəblərindən biri də qəniz axıntısıdır. Yəni arxa divarla o dediyimiz axıntılardır. Yəni bu öskürəkdə də bəlğəm gətirici verməyin heç bir adı yoxdur. Daha da Yaş vəziyyət həddini bir gərginləşir. kənara qoyaq. Bəlğəm gətiricilər normalda ümumiyyətlə öskürək qorunma mexanizmidir və yaxşı ki biz öskürürük və öskürəklə bəlğəmi çıxarırıq. Lakin balaca uşaqlar doktor qeyd elədiyi kimi o bəlğəmi çıxara bilmirlər. Bəlğəm gəlir, bronxları tutur və o zaman artıq obstruktiv bronxit yaranır və hətta təcrübədə dəfələrlə görmüşük. Əgər uşaq çox kiçikdirsə, misal üçün bir neçə aylıqdırsa və bu uşaq öskürür, bəlğəmdən faktiki olaraq boğulur. Hətta uşaqda təngnəfəslik yaranır, çünki obstruksiya var. Belə deyək, bronx tutulub tamamilə. O uşaqlarda görürük ki, pnevmoniya yoxdur. Misal üçün stasionara yönəldirik də bir mənalı. Çünki uşaq çıxara bilmir bəlğəmi. Onu fiziki üsullardan artıq çıxarmaq lazımdır. Və stasionara da baxırlar ki, pnevmoniya yoxdur uşaqda. Biz də əminik olmadığından. Amma uşaq sərbəst çıxara bilmədiyinə artıq xəstəxanaya yatırılır və müəyyən bir neçə müddət ərzində o bəlğəm xaric olunur və ondan sonra uşaq sağlam evə qayıdır. Hətta heç bir antibiotik istifadəsi olmadan da körpəni bu cür sağaltmaq demək olar ki, mümkündür. Burada pnevmoniyanın olması əsas göstəriş deyil ki, xəstəxanaya yatsın. Bronxialit də olsa uşaqlar üçün pnevmoniyadan daha təhlükəli ola bilər. Mən bir məqamı da vurğulamaq istəyirəm ki, ümumiyyətcə bütün dünyada öskürəklə mübarizə başlayır bir mənalı olaraq evin temperaturunun normal hala gətirilməsindən. Yəni Azərbaycan ailələrində, bizim ailələrimizdə olduğu kimi öskürən kimi, nasazlayan kimi bütün pəncərələri bağlayıb evin temperaturunu yüksəltmək yox, əksinə evin temperaturunu aşağı salmaq, belə deyək də evin nəm dərəcəsini ayarlamaq, rütubətini yəni artırmaq və bununla da öskürəyin sakitləşməsinə nail olmaqdır. Və təbii ki, yanında da bol maye içməkdir. Mən bir məqamı da qeyd etmək istəyirəm ki, bütün dünyada öskürəyin növündən asılı olmayaraq əsas məqam otağın temperaturunun normallaşdırılmasına baxılır. Yəni bizim mentalitetdə olduğumuz kimi, yəni belə deyim də uşaq öskürür, askırır ya xəstələnibsə, ümumiyyətcə nasazdırsa, bütün qapıları, divarları, pəncərələri bağlayıb evi istilətmək lazım deyil. Əksinə, bütün protokollarda da ilk öncə yazılır ki, bütün öskürəklərin ilk belə deyək müdaxiləsi temperaturun soyuq olması, yəni ortalama 19-22 arasında olmasıdır və uşağa bol maye verilməsidir. Maye burada adi sudan söhbət gedir təbii ki. Amma önəmli olan budur ki,
biz uşağa şərait yaradaq ki, bu vəziyyətdən dərmansız çıxsın ilk öncə. Yoxsa ev aşırı dərəcədə qurudur. Bəzi evlərdə kombi işləyir, yəni bu isitmə sistemləri müxtəlifdir, kondisioner də ola bilər falan və uşağın istər-istəməz ağzı, burnu durmadan quruyur. Hə, biz buna dərman versək də, verməsək də durum zaten gərginləşir. Ona görə ilk öncə biz çalışaq ki, bu ətraf mühitin, evdə olan şəraiti normallaşdıraq. Bir öz uşağımıza diqqət yetirək ki, bunun bədəni nəyi tələb edir. Ondan sonra artıq həkim məsləhəti ilə dərmandır, başqa bir şeydir, bunlara əl ata bilərik. Və yanaşı olaraq, əgər uşaqda ağır pnevmoniya halı yoxdursa, əgər yüksək dirəncli qızdırması yoxdursa xəstəlik zamanı, uşağın mütləq heç olmasa 1 saatlıq hava şəraitindən asılı olmayaraq, təbii ki, güclü külək olmadığı zamanlarda gəzməyə çıxarmaq lazımdır. Təbii Bir ki. çox valideyn də qeyd eləyir ki, gəzməyə çıxarır uşağın burnunun tutulması da açılır, yəni rahat nəfəs alır, öskürəyi də azalır. Evə girən kimi uşağın burnu tutulur və öskürməyə başlayır. Çünki evin temperaturu aşırı yüksəkdir, aşırı qurudur, uşaq ona görə də narahatdır. Ona görə ilk öncə bu məsələləri ayırd eləmək lazımdır. Bəli, uyğun şərtlər olmalıdır. Bir də qida. Öskürəyin müalicəsi zamanı hansı üsuldan istifadə etməyimizdən asılı olmayaraq, yəni bu dərman olsun, daxilə qəbul etdiyimiz və yaxud inqalyasiya olsun, qidalar da öskürəyin artmasına təsir edə bilər. Buraya çox duzlu qidalar, çox şirin, yəni bu şokoladlı olsun, kakaolu olsun, olmasın fərq eləmir. Şirin Çox şirin ümumiyyətlə qidalar, ümumiyyətlə istənilən şirniyyat növü, xüsusilə də evdə bişməyibsə və aşırı şirindirsə öskürəyi artıra bilər, boğazı qıcıqlandıraraq. Çərəzlər, çünki çərəz də nə qədər xeyirli olsa da, yediyimiz zaman nə qədər də çeynəsək onu, boğazımızı cızaraq keçir, belə deyək. Əgər sağlam insanıqsa biz ona bir reaksiya verməyəcəyik. Amma əgər uşaq eyni zamanda xəstədirsə, üstəlik də allergikdirsə, bu qida növləri onu, yəni öskürməyə gətirib çıxaracaq. Allergik uşaqlar üçün bu arada elə bu bəlğəm gətirici siroplar həm bəlğəmi artırmağı bir tərəfdən, allergik reaksiyanı da belə deyək qaldırırlar. Xüsusilə də bitki tərkibli Bitki olanlar. tərkibli bəli Bəli. olan şərbətlər daha da pis vəziyyətə gətirib çıxarır. Allergik uşaqlar mən deyərdim ayrıca bir mövzudur. Yəni normal belə deyək, sağlam uşaqlar öskürəklə bir 2-3 həftəyə mübarizə aparıb vəziyyətdən çıxa bilirsəsə, allergik uşaqlara xüsusi diqqət lazımdır. Və burada qidalar haqqında yanaşı demək istədiyim, qazlı içkilər növündən asılı olmayaraq şirin ya sadə fərq eləmir, verilməməlidir uşağa. Öskürək zamanı acılı heç bir şey verilməməlidir. Uşağa sırf sizin uşağınıza allergiya verən qidalar verilməməlidir. Tutaq ki, sitrus meyvələr nə qədər sağalması üçün tərkibində vitamin C var deyə xeyirli olsa da, öskürək zamanı sitrus meyvələr öskürəyin şiddətlənməsinə, yəni gətirib çıxara bilər. Və son olaraq xəstəlik zamanı uşaq yeməsə də olar deyirik, bəli. Amma bəzən valideynlər adi yeməyi yemir deyə, ev yeməyini yemir deyə, abur-cubur dediyimiz çipslər, suxariklər və digər paketli qidalar verməyə başlayırlar ki, onlar da zərərli olması ilə yanaşı, eyni zamanda böyük miqdarda ədviyyatlar olduğu üçün tərkibində öskürəyi şiddətləndirə bilərlər. Dəyərli valideynlər, əgər uşağınız xəstələnibsə, öskürəyi əmələ gəlibsə, növündən asılı olmayaraq öz başına müalicə etmək əvəzinə pediatra müraciət edin.